21 sentyabr Beynəlxalq Sülh Günü ilə əlaqədar ölkəmizdə hər il sülh aylığı keçirilir. Aylıq çərçivəsində növbəti tədbir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzində təşkil olunub. Bu ilin yanvar-avqust aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə 9747 nəfər əlilliyi olan şəxs, o cümlədən 1153 nəfər Qarabağ müharibəsi əlilli protez ortopedik bərpa xidmətləri ilə təmin edilib. Onlara ümumilikdə 23156 protez ortopedik məmulat və reabilitasiya vasitəsi, o cümlədən 1077 ədəd əlil arabası verilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzində təşkil olunan tədbirdə bildirildi. Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi İlqar Qurbanov ölkəmizdə əlilliyi olan şəxslərin maddi və mənəvi tələbatlarının ödənilməsi ilə bərabər onların tibbi sosial reabilitasiyası məqsədi ilə mühüm işlərin aparıldığını dedi. Nazirliyin əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Saday Abdullayev isə əlilliyi olan şəxslərin hüquqlarının təmin olunması yönündə aparılan işlərdən danışdı. Tədbirlər planı daxilində sağlamlığı məhdud olan uşaqların və əlillərin Respublikadan kənar müalicəsi də təşkil olunur və bu illəri artıq keçən il təxminən 400 nəfərə yaxın əlil və sağlamlıq imkanı məhdud şəxslərin müalicəsi təşkil edilmişdir. Bu il isə artıq 70 nəfər əlilliyi olan şəxsin, o cümlədən 58 nəfər sağlamlığı məhdud olan uşaqların Türkiyə Respublikasına müalicəsi təşkil edilmişdir. Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzi ən müasir reabilitasiya müəssisələrindən biridir. Burada sağlamlıq imkanları məhdud uşaqların səmərəli fizioterapevtik metodlar əsasında bərpa müalicəsi işləri yerinə yetirilir. Ümumilikdə bütün ölkə üzrə 15 bərpa müalicə müəssisəsində hər il 8000 nəfərdən çox əlil şəxsə xidmət göstərilir. Elmir Dabudoğlu, Namiq Vəliyev, Nərmin Xəlilova, xəbərlər.